Qızı köçürmüşük, Süper. bir nəvəmiz var. Allah saxlasın. birazdan Allah gələcək, saxlasın hə. inşallah. Fərid də ailə quracaq Allah Bəli. qoysa, indi o da öz evinin işini gedəcək. İnşallah. İnşallah biz də Füzuldakı Bəli. həmənki o xoş günümüz, Gəlsinlər. gözəl Bəli. günümüzü gözləyirik ki, İnşallah. evlərimiz tikilsin, hazırlansın. Bəli. İnşallah köçək gedəyim biz işimizə. İnşallah. O gün olsun Səidin toyuna balaca olun. İnşallah. Gəlib orada Füzulidə. çıxanda. Hə, Qarabağ, Allah qoysun. Bəli. Vancı bir siz də bir əsasınız deyil. Necəsiniz? Çox sağ olun. Hoş gördük. Çox sağ olun, xoş gəlmisiniz. Mən də təbrik edirəm qardaşıma. Xoşbəxt olsunlar, yarayanlardan olsunlar ki, neyin necəyini deməsinlər. Deməz. İnşallah. Deyir ki, Füzullər bəzən baldızları da yaman olur. Baldızları. Yox, Allah. Allah. Nə bilim olur, olmur bilmirəm. Bizdə elə şey yoxdur. Yəni siz baldızlıq Yo. edəcəksiniz yoxsa bacılıq? Bacılıq. Mən elə. O deyə bax bu yaxdansa mənim qızımdır. İndi bax bu desin görüm mənim baldızım nələrdir. Belə də kameranı görüb elə. Yox, vallahi ayaqqabı yox. Allah haqqı Düz yox. deyirəm, Nazlı. Düz deyirsən, düz deyirsən. Biz baldızdan birini var. Bizdə elə şişə yox. 5 sənə gəldim oldu. Salam, necəsiniz? Xoş gördük. Hə bir Fərid bəyə bir ürək sözünüzü deyin. Allah çox-çox xoşbəxt olsun. Oğullu qızlı olsunlar. Amin. Bilirim, bu qohumluqla bu ailə daim olsun, əbədi olsun inşallah. İnşallah. Hər zaman mehriban olsunlar. Bəli. Fərid qardaş, bir sual da verim sizə. Bizim gəlin bacının ixtisası nədir? Yəni hansı ümumiyyətlə ixtisasını bildim. Deyirlər, deyəsən boksla da məşğuldur. Hə, Belə idmanla deyil, məşğul idmanla. olubdu, bəli. Bəli. Yəni qorxmursan? Yox, boksla yox, karate ilə məşğul Karate ilə. olub uşaqlığında. Hə. Yox, niyə qorxmur ki? mən olsam qorxaram. İndi ola bilər də bir də nəsəbləşdirdin. Mən belə deyim də. Burdan sizin televiziya vasitəsilə bir dənə açıqlama vermək Bəli, istəyirəm. buyurun. Qız toyu zamanı, Bəli. qız toyuna biz hazırlaşanda Bəli. Mövlanənin özü mənə heç demədi. Mövlanənin özü bilir toyda gəlin necə olmalıdır, sakit falan. Mən Mövlanəyə dedim ki, Mövlanə, Bəli. yəni sən də mən də ikimiz də relax insanlar. Bəli. Yəni televiziyada işləmişik, əhatəmiz var. Yəni dedim, Dünya görüşünüz böyükdür, bəli, çoxdur. mən dedim toyda ki, toya az qalmış. Dedim rahat ol. Bu toy Bəli. səndən mənim ikimizin Bəli, toyudur. bəli. Yəni burada rahat olmaq lazımdır. Bəli. Ay çəkinim, utanım. Bəli. Yəni sənin həyat yoldaşın mənəm. Bəli. Mənə görə okeydir yəni. Bəli. Sən rahat ola bilərsən. Düzdür, çox insanların qınaq obyektinə çevrildik. O niyə oldu? Bu insanlar istərdim ona da münasibətimizi Belə deyim də, fikrinizi bildirəsiniz. milli mentalitetimiz, yəni Bəli. belə deyim də bizim qayda qanunlarımız, adət-ənənələrimiz elədir ki, ta əzəldən gəlin sakit olar, gəlin nə bilim oynamaz falan. Yəni bu gəlib çatdığımız dövr elə bir dövrdür ki, yəni bu bizim toyumuzdur. Biz əylənməliyik bu toyda. Bəli. Yəni şükür Allahımıza, Mövlanənin tərbiyəsinə, qanacağına, qeyrətinə, Bəli, namusuna, bəli. ailəsinin qeyrətinə, Bəli, namusuna bəli. bütün ölkə, bütün hamı bələddir. Bəli. Yəni orada biz artıq əksik bir hərəkətimiz olmadı. Başqa yəni toyda da bu inşallah bugünkü toyda da belə olacaq. Bəli. Mən yenə də dedim Mövlanənin özünə. Mövlana öz gəldi mənə dedi ki, Bəli. Fərid belə rəylər var. Mən o rəylərin heç birinə Bəli. məhəl qoymadan, yəni bu toy bizim toyumuzdur. Burada da eyni səviyyədə əylənəcəyik, deyəcəyik, güləcəyik. Yaxşı yazanların da Allah canını sağ eləsin, pis yazanların da Allah canını sağ eləsin. Yəni fikir verməmək lazımdır. Bəli, elədir. Əsas odur, həyat sizindir. Öz həyatınızı özünüz yaşamalısınız. Qıraqdakıların da fikri sizin üçün maraqlı olmalı deyil. Düzdür, biraz göz önündə olan bir ailənin xanımıdır, qızıdır deyə hamı Mən bir yəni dənə çox üzr istəyirəm. Bir dənə ata davul tavanları, bir dənə bunlar yolu başa sal. Hə, yəni onlara davam fikir eləyək. vermək lazım deyil. Bəs bu nişanlıq dönəmindən indiyə qədər bizim Mövlanə bacımız üçün ən baha hədiyyəniz nə oldu? Bax nə hədiyyə aldı. Mövlanə ümumiyyətlə hədiyyə sevən insan deyil. Aha. Belə hədiyyə sevən insan deyil. Sadəcə olaraq Mövlanə bilsiz necə bir insandır. Pulu çox qırağa dağıt deyən adam deyil. Ev quran adam. Hə, mən ona xırda belə hədiyyə alanda Bəli. düzdür sevinir. Sevinsə də amma qıraqda gəlməli ki, neynirdim bu hədiyyə bu qədər pul verirəm. Ona filan şey eləyə bilərdik. Filan şey eləyə bilərdik. Mən ona verdiyim vədlər var. Bəli. İnşallah ki, mən Mövlanəyə həcc ziyarəti hədiyyə eləyəcəm Allahın izni ilə. İnşallah. Daha sonra indi bəzi istəklər var. O istəkləri də inşallah yavaş-yavaş, etap-etap həyata Zamanla, keçirdəcəyik. hər Bəli, şey bəli, hər səbirlə, şey zamanla, zamanla bəli. həll olunacaq. Elə insanlar var ki, inanırsınız, münasibət ərzində, nişanlıq ərzində gedir. Borc eləyir, xərc eləyir, hədiyyələr alır, onu eləyir, bunu eləyir. Sən əgər bu günlərim
borc xərclə onları alıb verə bilirsənsə, Sən Xan- onu verməyə bəli, bilərsən. xanımı bunu örgəşdirmiş olursan. Bəli, Sən axı bu deyilsən. bəli. Sən toyundan sonra sən bunların heç birini təmin edə bilməyəsən. bəli. Normal olaraq insan onu səndən tələb Bəli, eləyəcək. bəli. Yəni yavaş-yavaş onları ən əsas bilirsiniz nədir? Bəli. Səni başa düşən xanımla ailə həyatı qurasan. Bəli. Eynən xanım da səni Bəli. başa düşən oğlanla ailə həyatı qurmalıdır ki, Bəli. xoşbəxtçilik olsun. Bəli. Ona görə də inşallah Allah xoşbəxt etsin. Amin inşallah. Yenə deyirəm, ailə məsələləri elədir. İstərdim onun tarixçəsindən bir məlumat verəsiniz. Deməli, Hə. 2000-ci ildə Bəli. mən 99-da bala qızım dünyaya gəldi. 2000-ci ildə mənə getdim ona şey getməyə, Meterka. Bəli. Mənim burada işə verdikdə polis əsəri getməlisən. Aha. O vaxtı başçılıq dövrü oldu. Bəli, Bütün bəli. sənədlər bitdi, batdı. Bəli, bəli. Mən hərbi xidmətdə olmadım. Sonra Minayənin 1 yaş tamam olanda mənə Bəli. apardılar əsgərliyə. Mənim adam Aha, qoydular. bəli. Hə. Bəli. Sonra getdim 1 ildən sonra Bəli. Fərid dünyaya gəldi. Bəli, bəli. Hə. Gələndə bu Fərdin 1 yaş Fərdin tamam bir oldu. Mən yaş gələndə tamam. Fərdin 1 yaş Bəli, tamam oldu. Deməli o Fərddən gələn. soldakı Hə. Fəriddir. Bəli. Sağdakı qızım Minayədir. Ortadakı Səid balaca oğlum. İndi Hə. Burdadır balaca. ha oğlan? burada Hə, baxırdılar. gəl. Hə. Bəli. Əyni geri Bəli. gələcək. bəli. Yəni bunların ha vaxt böyüdülər, necə böyüdülər. Deyirəm, Vallahi. həqiqətən də ömür bir göz Ayaq qırpımında özümüzdə keçib elə gedir. danışırıq. Yeni danışırsan. Deyirik ya, Azay. Bunlar ha vaxt böyüdü, bunlar nə vaxt böyüdü. Bunları mən nətər böyütdüm, nətər boya başa çatdırdım. Bəli. İndi bunların toyunu edirik. şükürlər olsun. Şükür olsun Şükür bu olsun. günümüzə, şükür. Hə. Yox. Deyirəm, bəs Aslan həyatına girəsiniz. müəllimdən o zamanlar necə Aslan tanış həyatına oldunuz? girəsiniz. Müəllimlə, Hə. müəllim mənim Sabır qohumumdur. Qohum. Anamın dayısı Hə, nəvəsidir. bəli, bəli. Biz uşaq vaxtında bir yerdə böyümüşük. Aha. Rayonda bizim oynamağımız, getməyimiz, gəlməyimiz, Hə. bunlar bizim evdə, Hə. biz bunların evlərində. Aha. Elə oldu ki, qaşqınlıq düşdü, biz Hə. mənim heç ağlıma gəlməzdi. Bəli. Bunlar getdi Sabirabada, biz gəldik Bakıya. Demək olardı elə 97-ci ildə bu Hə. təsadüfən gəldi Bakıya. Bəli. Onda da gəldi bizə. Aha. Bizə gəlib gedəndən sonra Hə. mənim oğurluq şəklimi götürüb gedib. Oğurluq götürdü. Oğurluq Bir götürüb xəbər gedib, oldu. orada maması ilə bacısına göstərib ki, Ülviyə dəyişibdi. Bəli. Elə nə bilim qismət, getdi gəldi, öz ürəyini açdı. Xəbərim yox idi. Bir də gördüm anası gəlib. Bəli. Dedim nəyə gəlib? Bəs Zahid mənə göndərib ki, get Ülviyəyə elçi. Hə. Mamamla danışdı. Dedi məni dayın oğlu göndərib. Hə. Ülviyəni istəyirik Zahid üçün. Hə. Mamam da dedi mən nə deyim, özləri bilər. Ondan da Ondan da sonra- sonra Hə. şükür bu Şükürlər günümüzə. olsun. Gözəl günlərimiz Bəli. başladı və yaşadıq, yaratdıq, uşaqları böyütdük. Qaçqınçılıqdan, Biz də şükür Allaha ki, zulmdən. bu günlərim Bəli. uşaqlarımızın bəhrəsini Bəli. görürük. Allah bütün balaları xoşbəxt Bəli. etsin. Allah Amin. cəmi nə qədər evlatlarımız var, Allah onların hamısını hamısını saxlasın. xoşbəxt Mən etsin. deyirəm Fərid atasını oxşasın. Bəli. Heç nə istəmirəm. Atası kimi ailə qədri bilən Bəli. olsun, uşaq qədri bilən olsun. Ancaq atasını oxşasın. Bəli, bəli. Bəs deyəndə ki, alim müəllimlə, yəni biz qohum oluruq, onda deyəndə. Bu Hə. olur da, məsəl üçün istər-istəməz indi el arasında, el dilində Hə. deyəcək. Vay qardaş, alim müəllim hara, biz hara. Hə. Yəni bax bu şeylər olur da. Mən- O sualı verdiniz. Mən ümumiyyətlə. Bizdə gec Hə, hə, bəli. Mən uzun illər Hə. televiziya işində Hə. çalışdığıma görə Hə. dəfələrlə alim müəllimlə fənlərlə müsahibə olmuşam. Hə. Mən bu hissləri hiss eləməzdim ki, yəni belə bir şey olacaq. Hə. Vaxtı ilə çəkdiyim adamı indi bu gün Hə. odamda qohum Hə. olam. Yəni Allah canını sağ eləsin. Xalqımızın artistidir, Bəli. fəxrimizdir, Fəxrimizdir. Azərbaycanın fəxridir. Bəli. Allah ona uzun ömür can sağlığı Dünya versin. şöhrətli Hə. alim müəllim. Bəli. Allah bizim qohumluğumuzu, bizim belə yaxşı günlərimizi həmişə bir yerdə eləsin. Həmişə can deyir, can İnşallah. eşidək. Əsas odur ki, bir-birin başa düşsünlər. Fərid özü Onlar deyər. bir-birin başa Fərid dedi düşsə, ki, xoşbəxt bəlkə də olur. Mövlana ilə tanış olandan Hə. çox sonra Hə. deyir onda da bilmirdim ki, o kimin nəvəsidir, kimin qızıdır. Hə. Sonra da bir iki ay olar. Sonra Hə. gəldi ki, mama, bəs bilirsən dedim nədir? Dedim mənim də bəs istədiyim qız müğənni ailəsindəndir. Maşın Birinci götürürlər. gülümsədim, dedim kimlərdəndir? Hə, hə. Dedi hələm demirəm. Hə. Ondan bir 3 gün sonra dedi ki, mama bəs alim müəllimin nəvəsiymiş. Hə. Dedim Fərid sən bilirsənmi nə Hə. qədər məsuliyyət Bəli, daşıyırsan bəli. Onun ücə? özü məsuliyyət. Valla ücə Hə. sən ücə hər şeyi dərk eləməlisən. Hə. Sən bilməlisən ki, bizi kimin qapısına Hə. aparırsan. Hə. Dedim amma bilirəm. Hə. Biz də Zahidlə oturduq, danışdıq, dedik kimin qapısına gedirik. Mən bir kəlmə Adam- dedim ki, Fərid, get
öz sevdiyini al. Bəli. Öz sevdiyindən ailə qur. Çünki adam öz sevdiyindən ailə quranda çox xoşbəxt olur, Bəli, çox bəxtəvər olur. Bəli. Düzdür, Allah valideynlərimizə can Bəli. sağlığı versin. Amin. Ölənlərə rəhmət eləsin. Amin. Valideynlərin də indi təhdid olur ki, Bəli. sən filan kəsi almalısan, amma Bəli. biz elə eləmədik. Biz dedik Bəli. ki, get bala öz Öz istədiyini, istədiyin. öz sevdiyindən Bəli. ailə qur ki, sabah xoşbəxt ol, Xoşbəxt bəxtəvər olasın. ol. Bəli, el olmaz. Biz də kənardan baxaq sevinirik. Bəli. İnşallah. Hər bir valideynin borcunadır Bəli. evladının xoş gününü görmək, bəxtəvər Mən gününü sevindim. görmək. Bəli. Bəli. Qoy İnşallah. sevsinlər, sevilsinlər. Allah Mövlana balamla, Fərid balamı xoşbəxt eləsin. Amin. Can Amin. bilsinlər, Bir can yolda onlar versinlər. nişanladım. Övlərdən bizim heç birinci illiyimiz Bəli. olmayıbdı. Özün bu evdə gələndə özün qız kimi sevibdi. İnşallah elə də Mövlanədən olacaq. heç bir narazılığımız İnşallah. yoxdur. Bəli. İndən belə də hel olsun inşallah. Çox yaxşı İnşallah. qızdır, Dünya çox gözəl görmüş tərbiyəli Alim qızdır. Qasımovun nəvəsidir. Alim Qasımovun nəvəsi də, yəni ki, geniş düşüncəli bir xanımdır deyə. Ona görə inanıram ki, bu evdə hər zaman xoşbəxtlik olacaq. Bu Amin. evin çırağı daim yanacaq. Fərqana xanım da çox İnşallah. gözəl Bəli. övladlar. Bəli, bəli. Allah İnşallah. onun canı sağ eləsin. İnşallah. Çox tərbiyəli, Bəli. qanacaqlı, yeri yatağı bilən qız. Bəli, inşallah. Tək o yox, o biri qızlarından. Bəli, bəli. Allah oğlu da əskərdir. Bəli, İnşallah inşallah. sağ-salamat gələr. gələr. Fərqana bacının oğlu Bəli. üçün gedərik. İnşallah. İnşallah elçi gedərik, o toyun görə sevinər. İnşallah. İnşallah. Allah bilsin. Bəs qızınızı yığışı gələndə kim nətər oldu? Hardan gəldilər? Necə oldu? Qızınıza da Öz gəldilər. rayonumuzdan. Ay gəldilər. bacım, siz də gəlin yaxınaya. Elçi necə oldular? Özünüz sevib ailə həyatı qurdunuz yoxsa kim idi, nəçi idi? İstərdim bu haqqda məlumat verəsiniz. Şimdi onun atasına baxıb bir yerdə işləmişlər. Bəli. Elə. Operator idi. Yox, yox, başqa Başqa, başqa. bəli. Elə bizə gəldilər. Bəli. Biz onlara getdik, elə görmüşdük. Elə görmüşdük. Ürəyin necə açdı? Bacısına dedi elə. Bazı. İndi xoşbəxtsiniz. Allah saxlasın. Bir övlad Bəli, eviniz bəli, var. bəli, bəli. Allah saxlasın. Olur ailədə söz söhbət. Yox, yox. Olmur. Olanda öhdəsindən necə gəlmək lazım dayanam. İndi siz illərdir bilirəm hər bir evdə ailədə söz söhbət olur. Onun öhdəsindən necə Onu gəlmək? valideyn, böyük ancaq valideyn. valideyn. Böyüklər gedib bu işi Bəli. oturub danışmalıdır ki, ay bala, bu belə olmaz. Ailə dağılmaq üçün qurulmur. Bəli. Ailə belə deyək, bünövrəsi möhkəm olmuş bir elə bir bünövrə möhkəm olmalı ki, ailə Bəli. yaxşı olsun, Bəli. daimi olsun, uzun ömürlü olsun. Bəli. Yəni ona görə ata, ana gedib birinci məsələni həll eləməlidir ki, ay bala, Bəli. belə olmaz. Yaxşı olun, bizdən yola gedin, sülh olsun aranızda. Yəni Bəli. əsas valideynlər bu işi həll Bəli. eləməlidir. İndi cavandılar, cavanın hər söz deyə bilər, hər şey Düz. danışa bilər. Cavanları gərək başa salmaq lazım. Bəli, elə. Mən də elə ona görə sualı verirəm ki, baxırlar, izləyirlər, Bəli, bəli, bir bəli. örnək götürsünlər, bilmədiklərini Mən öyrənsinlər. Yəni bütün o ailə baxımdan. quran Bəli. bütün cavanlara arzu eləyirəm ki, heç vaxt öz xanımını, Bəli, öz xanımını nə belə deyək də aralarında münaqişə olmasın, Bəli. boşanmasınlar. Çünki hər bir ailədə evladı böyütmək çox çətin bir məsələdir. Bəli. Qız olsun, oğlan olsun. Bəli. Gərək elə bir insan seçəsən ki, Bəli. o ya sənin qızına yaxşı baxmalıdır, ya Bəli. sən gedib onun qızına yaxşı baxmalısan. Amma elə bir valideynlər də var ki, gedir məsələn özü şəraiti yaradır, problemlər yaradır. Düz. Ona görə mən arzu edirəm ki, bu efir vasitəsindən də Bəli. çatdırıram ki, bütün cavanlara deyirəm ki, sevilin, heç vaxt ailənizi boşanmayın. O yaxşı kişi, yaxşı evlad, yaxşı ata heç vaxt nə ailəsini boşayar, nə ailəsinə pis ağır söz deyər. Çünki o xanımı onun baş tacıdır. Bəli. Məsələn, mən üzr istəyirəm bütün bizi dinləyən tamaşaçılarımızdan, mən yoldaşımla ailə qurandan Bəli. 98-ci ildən bu günə qədər Bəli. mən hələ buna güldən al söz dedim. Bəli. Necə müraciət eləmisiniz adına? Adını Adına çağırmısınız Dost yoxsa? dost adı deyib Mən həmişə. həmişə dost adı demişəm. Telefon da dost adı yazmışsınız. Yox, Hə. telefonu yazmışam həyatım. Həyatım. Dəqiq elə yazmışsınız. Əlbəttə ki. Baxa bilərəm. Oxur bilirsən. Yaxın. Yox, silinməz. Bəs siz nə yazmısınız adına? Mən elə kocam yazmışam. Hocam? Nə gözəl.